عليك يا فاطمة الزهراء. السلام عليك يا أبا عبد الله. السلام عليكم ورحمة الله. İnşallah baş sağlığı arz edirəm siz dəyərlərimizə. Məndən öncə əziz qardaşım ki, Quran oxudu və bizim burada ruhani alim məhsədi, Kərbəlayı, Məşədi, Şəhər qardaşımız ki, xidmət göstərir. Sonra bizim burada Hacı Bəşir qardaşımız ki, Məhəmmədi, Kəndin, Axmanı, digər qardaşımız Şeyx Bəşir və Əhl-Beyt Məddahı, Seyyid Talih qardaşımız ki, inşallah xidmətdə olacaqlar. Özlərinin, ailələrinin salamatçılığına, ölənlərinin ruhuna salavat edirlər. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allah hepimizi Hazreti Zəhra qapısında inşallah sadiq qədəm eləsin. Elə bir dənə şeir ki, Hazreti Zəhranın qapısı haqqındadır, inşallah xidmətimizə çatdıran ki, vardırsa kimin xidməti Zəhra qapısında mütləq tapacaq izzəti Zəhra qapısında. Etmiş qapıda öncə mələklər özü xidmət. Xoş halına bir şəxsə bu xidmət, ola qismət. Ol kəs tutular fizzə ilə qəmbərə nisbət. Pak olsa onun niyyəti Zəhra qapısında. Bax gör, qapı haqdan nə deyib ayə-i Qur'an? Yoxsa bu sayılmaz, əks halda sayılmaz bu həmin Qur'ana iman. Ey fani olan dəhridə cənnət gəzən insan. Ey fani olan dəhridə cənnət gəzən insan. Allah yaradıb cənnəti Zəhra qapısında. Düşürsüz küçə bazarına. Xoş halına hər kim qalacaq əhlinə sadiq. Hər halda bunu bilməlidir küllü xəlayiq. Zəhraya görə xəlq eləyib xilqəti xaliq, bir gün sınıyar xilqəti Zəhra qapısında. Aləm xanımın başına hər gün dolanarkən, hardaydı bəsümmət qapıda od qalanarkən? İsmət ayaq altında o gün tapdalanarkən şuur eylədilər qeyrəti Zəhra qapısında. Ey həqqi ədalət bağırıb həqqi gəzən kəs, kimdir bu müsibətlərə səbr ilə dözən kəs? Nə üçün bəs o Xeybər qapısını kökdən üzən kəs səbr etdi o gün Həzrəti Zəhra qapısında? Ey haqqı ədalət bağırıb həqqi gəzən kəs, kimdir bu müsibətlərə səbr ilə dözən kəs? Nə üçün baxız o Xeybər qapısını kökdən üzən kəs səbr etdi o gün Həzrəti Zəhra qapısında? Olmuş nə ədavətləri Mövlamız əli ilə, amil deyə bilməz bunu şeir-ü qəzəli ilə. Ya Rəbb, Ya Rəbb, ver özün Həzrəti Zəhranın əlindən, vardırsa kimin hacəti Zəhra qapısında, vardırsa kimin hacəti Zəhra qapısında. İnşallah vaxtı çox tutmayayım, istəyən bir dənə də zikr-i müsibət oxuyayım. Biz salavat zikirində mən xahiş edirəm, işıqları biraz qısıdaq, işıqları söndürmək mümkünsə söndürək. Yəni Həzrət Ələli salamın ki, o qəmli halları idi, Xanım Zəhranın ki, son anları idi ki, orada dərdi dil elədilər ki, Məzmun Əli başını söykəyib divarda ki, baxdı ki, Xanım Zəhra yaralı haldadır. Xanım Zəhra gözlərini açdı, dedi bir yaxın gəl, dərdləşək, sinəndə çox söz var, Əli. Gör nə dövrandı, bizi kimlər edir imkan, Əli. Bivəfalər dövrəsində qalmışır naçar, Əli. Qalmışır naçar, Əli. Sən yar Əli, mən yar Əli. Ey əmoğli,
qarəni sinəndə bağlarsan mənə. Razıyam ki, matəmi gizlində saxlarsan mənə. Deyirlər ki, nə olub ki, Peyğəmbərimiz də gecə dəfn olubdur. Orada nə var ki? Nə bilim, xanım Ayşə də gecə dəfn olub. Orada nə var ki? Amma nə var, onu gelib araşdırmır. Razıyam ki, matəmi gizlində saxlarsan mənə. Mən sənin üçün ağlaram. Xanım Zəhra baxır, Həzrət Əleyhisselam deyir, mən sənin üçün ağlaram. Sən nə üçün ağlarsan mənə? Var mıdır məndən sonra ay o sənə qəmxal? Əli, ayrılıq aşıqlər üçün ən ağır, ən acı qəmdir. Səndən ayrılmaq da qəmdir, dəhlidə qalmaq da qəmdir. Ya Əli, hər nə qədər dərdi qəm var, yarəli sinəndə cəndir. Sinənin dərdini görüb, qan ağladım İsmail. Əli, bu sistəmkar ümmətə, İslam'a xatir dözmüşəm. Gör nə vaxtı bir əlim pəhlulər üstə gəzmişəm. Sən özün şahidsən, artıq mən bunlardan bezmişəm. Etdilər bunlar bizi möhnətlərə düçar. Əli, heç zaman Zəhranı özlərdi, qəmi ağlatmamış. Heç zaman Zəhranı özlərdi, qəmi ağlatmamış. İnşallah ağlasın bunu alıyorsun. Heç zaman Zəhranı özlərdi, qəmi ağlatmamış. Qoy vəsiyyət edeyim, axır zamanım çatmamış. Hər gecə su qoy Hüseynin başı üstə yatmamış. Vermə imkan gözləri olsun Hüseynin zat. Əli, xaişim var ki, məni eylər gecə qüslu kəfən. Sallanan miqdarda qoyub geçsin, xəbər versin Həsən. Dəfnimi gizlində et, heç yadlara bildirməsən. Razı olmam görsənə, dəfnində bir əryar Əli. Öhdəsindən hər nə dərd olsa Həsən, hətmən gələr. Gəl bəri sən sorma ondan kusədə olmuş nələr. Qorxuram qeyrətnüma oğlum xəcalətdən ölər. Çox xəcil etmiş onu kuçə, dar o divar. Əli, bir balam oldu vilayətdə şəhid məndən qabaq. Bir balam oldu vilayətdə şəhid məndən qabaq. İstəyimdir ki, olarsan bağlılardan göz qulaq. Zeynəb ilə Ümmü Kulsum qalmasın məndən uzaq. Qəbrim üstə eyləyərlər qəmlərin izhar. Əlim, neynəyək? Bundan belə mənsizliyə bir cür alır. Qismətin xaişim var ki, məni eylər gecə qüslu kəfən. Sallanan miqdarda qoyub geçsin, xəbər versin Həsən. Dəfnimi gizlində et, heç yadlara bildirməsən. Razı olmam görsənə, dəfnində bir əryar Əli. Öhdəsindən hər nə dərd olsa Həsən, hətmən gələr. Gəl bəri sən sorma ondan kusədə olmuş nələr. Qorxuram qeyrətnüma oğlum xəcalətdən ölər. Çox xəcil etmiş onu kuçə, dar o divar. Əli, bir balam oldu vilayətdə şəhid məndən qabaq. Bir balam oldu vilayətdə şəhid məndən qabaq. İstəyimdir ki, olarsan bağlılardan göz qulaq. Zeynəb ilə Ümmü Kulsum qalmasın məndən uzaq.
qəbrim üstə eyləyərlər qəmlərin izhar əlinə. Neynəyək? Bundan belə mənsizliyə bir cür alır, qismətin tənha dolanmaqdır, bu qismətlə varır. Dərdin olsa saxlama sinəndə, gəl mənlə danış, hər gecə gəl qəbrin üstə, ol mənə zəvvar Əli. Hər gecə gəl qəbrin üstə, ol mənə zəvvar Əli. İnşallah bircə beytdə, demək, ya Fatimə zikr edək qardaşlarımız bir yerdən, mən sözümü tamam edeyim. Ki, ülgüsən hər ba şərəf insana sən, ya Fatimə, inşallah bir yerdə deyək təvəssül niyyətindən. Ülgüsən hər ba şərəf insana sən, ya Fatimə, şövq ilə can vermirsən canlanə sən, ya Fatimə, şövq ilə can vermirsən canlanə sən, ya Fatimə. İnşallah Allah bize Hazreti Səhər qapısından xayır sallasın. Vaxtınızı çox tuturam, salınızı geliyor.